Burası İranda Ərdəbil eyalətində Meşkinşəhər şəhəridir. Burası Cənab Şeyx Heydərin məzarlığıdır, türbəsidir və bu bina Şeyx Heydər səfərinə adlanan binadır. Şeyx Heydər Şeyx Səfiyyəddin Ərdəbilin nəvələrindən olur ki, atası Şeyx Cüneydi də şəhadətə yetişmişdir. Sufilik və sufiyyə və irfan məsləklik elə Şeyx Səfiyyəddin Ərdəbilidən başlamışkən bu ailədə davam etdi və Cənab Şeyx Heydər ki, anası da Uzun Həsən Ağqoyunlunun nəvəsi idi, başında irfanla, təsəvvüflə bərabər bunu bir hərəkətə gətirən bir miru olmuşkən, elə deyildi ki, getsin otursun, biz xanqah demişkən bir camidə, məscidlərdə otursun, ibadət eləsin.